bişirərkən və konservləşdirmə zamanı xörək duzundan istifadə edilir. Xörək duzu ağ rəngli suda yaxşı həll olunan mayedir. Onun formulu natrium klordur. Konservləşdirmə zamanı həmçinin sirkə turşularından da istifadə edilir. Sirkə turşularında üzüm sirkəsi və ya alman sirkəsindən istifadə edilir. Sirkə turşusu adi şəraitdə mayedir və formulu CH3OCOOH-dır. Məişətdə də çay sodasından istifadə edilir. Çay sodası şirniyyat bişirilərkən və yaxud da çörək bişirilərkən həmin xəmirlərin içinə tökülür. Həmin tökülüşdə isə çay sodası parçalandıqda karbon qazı alınır ki, xəmirin şişməsinə də səbəb olur. Bu maddənin karbon qazının alınması siz təbiət dərslərində də bilirsiniz. Belə ki, çay sodasını üzərinə mətbəx sirkəsi əlavə etdikdə karbon qazı ayrılır. Belə maddələrdən biri də şəkərdir. Şəkər ağ rəngli, şirin dada malik, bərk maddədir. Onun formulu C12H22O11-dir. Aseton yaxşı həll edici üçün boyaları təmizləyən maddədir. O, kəskin xarakteri iyiliyə malikdir. Rəngsizdir. Uçucu mayedir. Suda yaxşı həll olunur. Formulu isə C3H6O-dur. Tibbdə geniş istifadə edilən mayelərdən biri də etil spirtidir. Etil spirti də açıq yaraları üçün dezinfeksiya edici. Ondan dezinfeksiya edici və həll edici kimi istifadə olunur. Etil spirti xarakterik iyili, rəngsiz olur. Etil spirtinin formulu C2H5CH-dır. C2H5OH. H5OH-dır. Sonra naşatır spirti. Naşatır spirtinə tibbdə istifadə olunan spirtlərdən biri də naşatır spirtidir. Naşatır spirtinin formulu NH4OH-dır. Onun parçalanması nəticəsində amonyak əmələ gəlir ki, o da kəskin iyili qazdır. Naşatır spirtinin bayılmış insanları ayıltmaq üçün istifadə olunur və ayrılan amonyakın kəskinliyi hesabınadır. Ağız boşluğunda olan bakteriyaları və diş əti qanamalarını öldürməklə həm də diş əti qanamalarının qarşısında qalır. Nə? Hidrogen? Peroksid. Peroksid suda məhlul kimi istifadə olunur. Onun formulu H2O2-dir. Hidrogen peroksid bakteriya öldürməklə bərabər diş əti qanamalarının qarşısında alır və boğaz ağrısı kimi ağrıların qarşısında alır. Ay sağ ol. Afərin Aylin.